Çərpələng uçuran Xalid Hüseynim 11-ci fəsil Fremont, Kaliforniya 1980-ci illər Amerika ideyası babanın ürəyincə olmuşdu. Amma Amerikada babanın ürəyini qubar eləmişdi. Yadımdadır. İkimiz Fremontdakı mənzilimizdən bir neçə küçə aşağıda Elizabeth Gölü parkında gəzişər, beyzbol oynayan oğlan uşaqlarına, oyun meydançasındakı yelləncəkdə yırğalandıqca gülüşən qız uşaqlarına baxardıq. Baba siyasət haqqında uzun-uzadı mühazirə söylərdi. Əmir, dünyada 3 əsl kişi var, deyərdi. Sonra barmaqlarını qatlayıb sadalayırdı. Xilaskar Amerika, Britaniya, İsrail. Qalanları isə bu yerdə baba əlini yelləyib edərdi. Qalanları qeybətçi arvaddan başqa bir şey deyirlər. İsrail haqda deyilənlər Fremontdakı əfqanların narazılığına səbəb olardı. Onlar babanı yahudipərəst, hətta anti-İslamçı hesab edirdilər. Baba yerli əfqanlarla parkda görüşüb darçınlı piroqla çay içər, öz siyasi görüşləri ilə onları dəli edərdi. Bunlar anlamırlar ki, sonra baba danışardı. Dinin məsələyə dəxli yoxdur. Babanın fikrincə İsrail neftdən pul qazanıb hanınlamaqdan, öz problemlərini həll etməyə təpəri çatmayan ərəblərin dənizində əsl kişi adası idi. İsrail belə elədi, İsrail elə elədi. Baba ərəbləri yamsılayırdı. Onda sən də bir şey elə. Bir tədbir gör. Ərəb deyilsiz, Fələstinlilərə kömək edin o zaman. Bəyənmədiyi Jimmy Carter'i yekədiş Kəmağıl adlandırırdı. 1980-ci ildə biz hələ Kabildə olanda Birləşmiş Ştatlar Moskvadakı Olimpiya oyunlarını boykot etdiyini bildirmişdi. Bu hadisəni baba ikrah hissi ilə şərh edirdi. Vah vah, Brejnev əfqanları qırır. Bu qossunduranın da sizin hovuzda çinmirəm deməkdən başqa sözü yoxdur. Baba hesab edirdi ki, Carter komünizmə Leonid Brejnevdən çox xidmət göstərib. O, bu ölkəni idarə etməyə yararlı deyil. Elə bir iki velosiped sürə bilməyən uşağı Cadillac'ın sükanı arxasına otuzdurublar. Babaya görə Amerikaya da, dünyaya da dəmir əl lazım idi. Elə bir adam ki, onunla hesablaşsınlar. Əlini sallayıb durmaqdansa iş görən bir adam ehtiyacı var idi. Belə bir adam Ronald Reagan'ın timsalında gəlib çıxdı. Reagan televiziyaya çıxıb şurəvini zülm imperiyası adlandıranda baba gedib prezidentin bir barmağını yuxarı qaldırıb irişən portretini aldı. Portreti çərçivəyə salıb bizim koridorda özünün Kral Zahir Şahla əl görüşünü göstərən ağqara şəklinin yanında divara mismarladı. Fremontdakı qonşularımızın çoxu avtobus sürücüləri, polislər, yanacaq doldurma məntəqəsində nəzarətçi, sosial yardımla dolanan tənha analar idi. Onlar əsasən xidmət sektoru işçiləri, Reaganomics, iqtisadi siyasətinin məngənəsində sıxılıb can verməkdə olan mavi yaxalıqlılar zümrəsi idi. Baba binamızda yeganə respublikaçı idi. Amma körfəz ərazisində tüstü onun gözlərini acışdırır, maşınların səsi baş ağrısı verir, ağacların tozu onu öskürdürdü. Meyvələrin şirinliyi, suyun təmizliyi onu razı salmazdı. Ağaclar və açıq çöllüklər hara yox olmuşdu bəs? 2 il boyunca mən babanın sınıq salxaq ingiliscəsini düzəltmək üçün onu ingilis dili kurslarına yazılmağa təşviq edirdim. Amma o bu ideyanı istehza ilə qarşıladı. Yəqin mən cat sözünü düzgün tərəffüz eləsəm, müəllim də mənə bir ulduz bağışlayar. Mən də onu sənə fəxrlə göstərərəm, deyə söylənərdi. 1983-cü ilin yazında mən Amtrak'ın Fremont bulvarında keçdiyi yerdə Hind kinoteatrının qonşuluğunda ikinci əl kitablar satan kiçik kitab dükanına girdim. Babaya 5 dəqiqəyə çıxacağımı dedim və o sadəcə çiynini çəkdi. O, Fremontda yanacaq doldurma məntəqəsində işləyirdi və həmin gün istirahət günü idi. Mən onun Fremont bulvarını ehtiyatsız keçərək qoca Vietnamlı Nguyen ailəsinin Fast and Easy baqqal dükkanına girdiyini gördüm. Cənab və xanım Nguyen ikisi də saçı ağarmış, mehriban insanlar idi. Qadın Parkinson xəstəliyindən əziyyət çəkir, kişinin isə ombasını dəyişmişdilər. O indi $6 milyon adamdır.
deyə xanım Nguyen dişsiz ağzı ilə gülərdi. 6 milyon dollarlıq adam yadındadır, Əmir. Sonra xanım Nguyen 6 milyon dollarlıq adam filminin qəhrəmanını oynayan Lim Majorsu yamsılayıb, qaşqabağını sallar. Onun asta hərəkətini yamsılayardı. Dükanda Mike Hammer Möcüzəsi kitabının cırılmış nüsxəsini vərəqləyirdim ki, qışqırıq və şüşə qırılması səsini eşitdim. Kitabı atıb küçəni qaçaraq keçdim. Dükanda Nguyenləri piştaxtanın arxasında divara sıxılmış, rəngi ağarmış gördüm. Cənab Nguyen arvadını qucaqlamışdı. Yerdə səpələnmiş portağallar, çevrilmiş dükan piştaxtası, sınmış dana qovurması bankası və babanın ayaqları altında şüşə qırıntıları vardı. Sən demə, babanın üstündə portağal almaq üçün nağd pul yox imiş. O çek imzalayıb, cənab Nguyen isə çeklə birgə babanın sənədini istəyib. O mənim sənədimi görmək istəyir. Baba farsça qışqırdı. 2 ildir ki, biz ondan meyvə tərəvəz alır, cibinə pul qoyuruq. Bu köpək oğlu mənim sənədimə baxmaq istəyir. Baba, bu sənə görə deyil. Mən Nguyenlərə gülümsəyə-gülümsəyə babanı sakitləşdirməyə çalışırdım. Şəxsiyyət vəsiqəsini istəmək onların borcudur. Mən sizi burada görmək istəmirəm, deyə cənab Nguyen arvadının qarşısına keçdi. O əl çubuğu ilə babanı göstərirdi. Sonra mənə tərəf çevrildi. Sən yaxşı oğlansan, amma sənin atan, o sadəcə dəlidir. O daha buraya gəlməsin. Bu adam fikirləşir ki, mən oğruyam. Babanın səsi yenidən ucalırdı. Adamlar dükanın ətrafına toplaşıb bizə baxırdılar. Bu necə ölkədir? Heç kimə etibar eləmir. Mən polisə zəng edəcəyəm, özünə gələn xanım Nguyen dedi. Ya siz bu dəqiqə buradan gedəcəksiniz, ya da mən polisi çağıracağam. Xahiş edirəm, xanım Nguyen, polis çağırmayın. Mən onu evə apararam. Sadəcə polis çağırmayın, yaxşımı? Xahiş edirəm. Hə, sən onu evə apar. Yaxşı fikirdir. Cənab Nguyen cavab verdi. O 2 fokuslu eynəyinin arxasından gözlərini babadan çəkmirdi. Mən babanı qapıdan çıxardım. O çölə çıxanda dükana təpiy atdı. O daha içəri qayıtmamağa söz verdikdən sonra yenidən dükana döndüm və Nguyenlərdən üzr istədim. Dedim ki, atam çətin vaxtlar keçirir. Xanım Nguyenə telefon nömrəmizi və ünvanımızı verib, dəyən ziyanı hesablamalarını xahiş etdim. Xahiş edirəm, ziyanı hesablayan kimi mənə zəng edin. Hamısını ödəyəcəyim, xanım Nguyen. Çox təəssüf edirəm. Xanım Nguyen məndən nömrə və ünvan yazılmış kağız parçasını alıb başını tərpətdi. Onun əlləri həmişəkindən daha artıq əsirdi. Mən qoca qadını belə titrəməyə saldığı üçün babaya acıqlandım. Atam hələ də Amerikadakı həyata uyğunlaşmağa çalışır, dedim. Bununla nəyisə izah etməyə çalışırdım. Onlara demək istəyirdim ki, Kabildə biz ağac budağından kredit kartı kimi istifadə edirdik. Həsənlə mən budağı çörəkçiyə aparar. O isə taxtanın üstündə bıçağı ilə cızıqlar açardı. Hər cızıq bir nan, ot püskürən təndirdən çıxmış bir lavaş deməkdir. Ayın sonunda atam budağın üstündəki cızıqların sayına görə pulu ödəyərdi. Bu qədər. Nə sual verilərdi, nə də sənəd istənərdi. Amma bunları danışmadım. Sadəcə cənab Nguyenə polis çağırmadığı üçün təşəkkür etdim. Babanı evə apardım. Mən evdə toyuq boynundan sosla düyü bişirənə qədər. O da kişi balkonda siqaret çəkdi. Bizim peşəvərdən Boeinglə gəldiyimiz gündən ilk il yarım keçmişdi. Baba isə hələ də alışa bilmirdi. Həmin axşam biz sükut içində şam elədik. 2 tikə alandan sonra baba boşqabını itələdi. Stolun o biri başından ona baxdım. Dırnaqları qırılmış və maşın yağından qaralmış, barmağının oynaqları sürtülmüş, paltarlarına yanacaq doldurma stansiyasının oradakı toz, tər və benzin qoxusu hopmuşdu. Baba evlənsə də ölmüş arvadını unutmayan dul kişi kimi idi. O, Cəlilabadın şəkər qamışı çölləri və palmanın bağçaları üçün darıxırdı. O, evinə adamların gəlib getməsi, şor bazarının qələbəliyində gəzişmək üçün. Onu, atasını, babasını tanıyan adamlarla salamlaşmaq, ona qohumluğu çatan, keçmişi özünün keçmişi ilə kəsişən insanlarla görüşmək üçün darıxmışdı. Mənim üçün Amerika xatirələrimi gömdüyüm yer idi. Baba isə burada xatirələrinin yasını tuturdu. Bəlkə biz peşəvərə qayıtsaq yaxşıdır, deyə gözümü stəkanımda üzən buzdan çəkmədən soruşdum. Peşəvərdə ABŞ Miqrasiya Xidmətinin bizim vizalarımızı möhürləməsini düz 6 ay gözləmişdik.
Orada bir otaqlı mənzilimiz, çirkli corab və pişik nəcisi qoxuyurdu. Amma yenə də ətrafımızda tanıdığımız adamlar, hər halda babanın tanıdığı adamlar var idi. O bizimlə eyni mərtəbədə yaşayan bütün əfqanları nahara dəvət edərdi. Əksəriyyəti vizasını gözləyən əfqanlar idi. Hökmən kimsə tabla, bir başqası qarmon gətirərdi. Çay dəmlənər və aramızda yaxşı səsi olan biri varsa səhər açılana kimi oxuyardı. O vaxtda ağcaqanadlar da vızıltısını kəsər, çəpik çalan əllərimiz də ağırdan qızarardı. Sən orada daha xoşbəxt idin, baba. Ora evimiz idi, dedim. Peşəvər məndən ötürü yaxşı olsa da, sənin üçün pis idi. Burada həddindən artıq çox işləməli olursan. İndi əvvəlki kimi pis deyil, dedi. Yanacaq doldurma məntəqəsində növbə rəisi olandan bəri işi yüngülləşmişdi. Amma mən rütubətli günlərdə biləklərinin necə qaşıdığını və titrədiyini görmüşdüm. Yeməkdən sonra mədəsindəki turşumanın əleyhinə dərman içəndə alnı tər basmasını da sezməmiş deyildim. Bir də ki, mən bura özüm üçün gəlməmişəm ki. Elə deyil. Əlimi stolun üstündən uzadıb onun əlinin üstünə qoydum. Mənim təmiz və yumşaq tələbə əlim onun qaralmış və qabarlı əlinin üstündə qəribə görünürdü. Onun mənə Kabildə aldığı bütün hədiyyələri, maşın, qatar, velosipedləri xatırladım. İndi də Amerika. Əmir üçün daha bir hədiyyə. Biz Birləşmiş Ştatlara gələndən cəmi bir ay sonra baba Washington bulvarında bir əfqan tanışının yanacaq doldurma məntəqəsində köməkçi işi tapdı. İş axtarmağa elə gəldiyimiz həftə başlamışdı. Həftənin 6 günü baba 12 saatlıq növbədə benzin vurur, qeydiyyat aparır, yağ dəyişir və maşın şüşələrini yuyurdu. Bəzən mən ona nahar gətirəndə babanın mazotlu piş taxtasının o biri tərəfindəki müştəri üçün rəflərdən siqaret axtardığını görər, fluorescent lampanın işığında atamın üzünün batıq və solğun olmasına diqqət yetirərdim. İçəri girəndə qapının üzərindəki elektron zəng cingildəyər, babanın çiyninin üstündən baxıb gülümsər, əli ilə məni salamlayar, yorğunluqdan sulanan gözlərini gizlədərdi. İş tapdığı gün baba məni də götürüb San Jose'yə, bizi nəzarət edən miqrasiya məmuru xanım Dobbinsin yanına getdi. Aşırı köklükdən əziyyət çəkən xanım Dobbinsin parıldayan gözləri vardı. Gülümsəyəndə yanağında batıq əmələ gələrdi. Bir dəfə mənə kilsədə oxuduğunu söyləmiş, mən də inanmışdım. O danışanda səsi mənə nədənsə süd və balıq xatırladırdı. Baba bir sıxma yemək talonunu onun masasının üstünə qoydu. Çox sağ olun, amma lazım olmadı, dedi. Mən hər zaman işləmək istəyirəm. Əfqanistanda, Amerikada, hər yerdə işləmək. Çox sağ olun, Mrs. Dobbins, amma mən havayı heç nə xoşlamıram. Mrs. Dobbins gözlərini qırpdı. Yemək talonlarını götürüb gah mənə, gah babaya baxdı. Üzündə elə ifadə vardı ki, sanki bizim onunla zarafat etdiyimizi, yoxsa Həsən demişkən badalaq gəldiyimizi anlamağa çalışırdı. 15 ildir ki, bu işlə məşğulam və indiyə kimi heç kəs bunu etməmişdi, dedi. Bununla da baba dükanda talonla hesablaşarkən keçirdiyi ən alçaldıcı anlardan və ən böyük qorxusundan canını qurtardı. O qorxurdu ki, nə vaxtsa əfqanlardan biri onun xeyriyyə puluna yemək aldığını görər, beləcə baba xərçəkdən sağalmış adam kimi sosial yardım idarəsindən çölə addımladı. 1983-cü ilin yayında mən nə az nə çox, düz 20 yaşımda kolleci bitirdim. Həmin məktəbin tarixində ən yaşlı məzun kimi futbol meydançasında hamı ilə birgə ənənəyə uyğun papağımı göyə də tullamışdım. Babanın mavi mantiyalı məzunlar, ailələr və parıldayan kamera işıqları arasında tapa bilmirdim. Sonra onu 11 metrlik xəttin yanında, əlləri cibində dayanmış gördüm. Fotokamerasını boynundan asmışdı. Aramızda hərəkət edən insanların arxasında gah gözdən itir, gah yenidən peyda olurdu. Ətrafda mavi geyimli qızlar civildəşir, qucaqlaşır, ağlaşır. Olanlar isə bir-birinə və atalarına 5 ver deyib əl görüşürdülər. Babanın saqqalı çallaşmış, saçları nazilmişdi. Bir də o Kabildə bundan daha hündür idi axı deyəsən. Əynində bütün əfqan toylarına və yaslarına geyindiyi yeganə qəhvəyə kostyumu və həmin il onun 50 illiyini aldığım qırmızı qalstuk vardı. Sonra o məni görüb əlini yellədi.
Gülümsədi. Əli ilə papağımı taxmağımı işarə edib məktəbin saatlı qülləsinin qabağında şəklimi çəkdi. Mən də gülümsədim. Bugün məndən çox onun günü idi. Mənə doğru addımladı. Qolunu boynuma dolayıb alnımdan öpdü. Mən müftəxirəm, Əmir, dedi. Fəxr edirəm. Bu sözləri deyəndə gözləri parıldadı. Bu baxışın mənə ünvanlanmasından son dərəcə xoşbəxt idim. O gecə baba məni Hayward'dakı Əfqan kitabxanasına aparıb bir toyluq yemək sifariş etdi. Kebabxananın sahibinə fəxrlə oğlunun payızda kollecə gedəcəyini söylədi. Onunla bu barədə hələ məzun olmamışdan əvvəl qısa mübahisəmiz olmuşdu. Mən işləmək istəyirdim. Biraz ailəyə yardımçı olub, pul topladıqdan sonra bəlkə gələn il kollecə gedəcəyimi demişdim. Amma o mənə özünün qan donduran baxışlarından biri ilə baxmış, bununla da sözüm elə ağzımda qalmışdı. Nahardan sonra baba məni restoranla üzbəüz bara apardı. İçəri dumanlı idi. Sevmədiyim piveyi sanki divarları hopmuşdu. Beyzbol papağı və qısa qol mayka giymiş kişilər bilyard oynayır, yaxşı oyun masalarının üstündən üstü burularaq yuxarı qalxır, fluorescent lampanın işığında əriyirdi. Babanın qəhvəyi kostyumu və mənim yaxası büzməli köynəyim üstündən geyindiyim idman jaketi nəzərləri cəlb edirdi. Biz bar piştaxtasının qarşısında başının üstündəki Michael Loeb reklamının göy işığında xəstə kimi görünən qocanın yanında yer tutduq. Baba siqaret yandırıb bizə pivə sifariş etdi. Bugün həddindən artıq xoşbəxtəm. Bu sözlər heç kimə və hamıya ünvanlanmışdı. Bu gecə mən oğlumla içirəm. Birini də xahiş edirəm, dostuma süzün, deyib arxada oturan qocanı göstərdi. Qoca iki barmağını papağına aparıb babanı salamladı və gülümsədi. Yuxarı dişləri yox idi. Baba pivəsini 3 qurtuma içib başqasını sifariş verdi. Mən öz qarşımdakı stəkanın 4/1-ni içənə qədər o artıq 3-cünü boşaltmışdı. Bu arada o qocaya viski ikram edib bilyard oynayan dörtlüyə də Budweiser pivəsi almışdı. Kişilər onun əlini sıxıb kürəyindən vururdular. Sonra onun sağlığına içirdilər. Kimsə siqaretini yandırdı. Baba qalstukunu boşaltdı. Sonra qocaya bir ovuc 25 sentlik verdi. Musiqi avtomatını göstərib ona de ki, sevimli mahnılarını çaldırsın, dedi. Qoca başını tərpədib babaya salut dedi. Birazdan country üslubunda musiqinin səsi aləmi götürmüşdü. Babanın qonaqlığının hələ lap əvvəli idi. Birdən-birə baba ayağa qalxdı. Pivəsini tozlu döşəməyə dağıda qaldırıb qışqırdı. Rusiyanı! Neysə. Barda gülüş qopdu. Ətrafdakılar onun dediyini təkrarladılar. Baba yenə hamıya pivə ismarladı. Biz çıxıb gedəndə hamı təəssüf edirdi. Qabil, peşəvər, Hayward, baba elə həmin babadır, düşünüb gülümsündüm. Babanın köhnə tünd sarı Big Century-sinin sükanı arxasına mənə eləşdim. Yarı yolda yuxuya gedən babanın xorultusu aləmi götürmüşdü. Nəfəsi şirin və kəsif tütün, bir də spirt qoxuyurdu. Mən maşını saxlayanda o dik oturub xırıltılı səslə maşını məhəllənin sonuna qədər sürməm istədi. Niyə baba? Dediyimi elə. Maşını küçənin sonunda saxlatdırdı. Əlini paltonun cibinə salıb mənə bir dəst açar verdi. Ora bax, deyib qarşıda duran maşını göstərdi. Bu uzun və geniş, köhnə model Ford idi. Rəngi tündü. Ay işığında rəngini dəqiq ayırt etmək mümkün olmurdu. Rəngləmək lazımdır. İşdəki uşaqların birinə tapşırıram, amortizatorlarını da təzələsin. Amma gedir. Çaşqın açarı götürdüm. Gözümü ondan ayırıb maşına baxdım. Kollecə gedəndə lazımım olacaq, dedi. Əlini sıxdım, gözlərim yaşla dolmuşdu. Yaxşı ki, kölgə üzümüzü gizlədirdi. Çox sağ ol, baba. Babanın maşınından düşüb Ford'a mindik. Grand Torino idi. Rəngi göydür, dedi baba. Maşını məhəllənin içində o baş bu başa sürüb, əyləci radionu istiqamət işıqlarını yoxladım. Binamızın qarşısındakı dayanacaqda saxlayıb mühərriki söndürdüm. Təşəkkür babacan, dedim. Daha çox demək istəyirdim.
İstəyirdim onun qayğısından necə təsirləndiyimi, mənim üçün indiyə qədər etdiklərini və hələ də davam etməsini necə yüksək qiymətləndirdiyimi söyləyim. Amma bilirdim ki, bu sözlər onu utandıracaq. Əvəzində təkrarən sadəcə təşəkkür dedim. O gülümsəyib arxaya söykəndi. Başı az qala maşının tavanına dəyirdi. Heç nə demədi. Sadəcə qaranlıqda oturub soyuyan mühərrikin tıqqıltısına, uzaqdan gələn polis sirenasının səsinə qulaq asdıq. Sonra baba maşını mənə tərəf çevirdi. Kaş ki, Həsən də bugün bizimlə olaydı, dedi. Həsənin adı çəkiləndə sanki iki dəmir əl mənim nəfəs borumu halqaya alıb sıxmağa başladı. Pəncərəni açıb dəmir əllərin boşalmasını gözlədim. Payızda kolleci yazılacaqmı? Babaya məzun günün ertəsi söylədim. O, dünənki sərxoşluğun baş ağrısından özünü çoxdan sınaqdan keçirdiyi üsulla can qurtarmağa çalışırdı. Soyuq qara çay içib, Hiltumlar çeynəyirdi. İxtisas olaraq İngiliscəni seçəcəyəm, dedim. Onun cavabı gəlincə həyəcandan içim sıxıldı. İngiliscə? Yaradıcı yazıçılıq. O düşünməyə başladı. Çaydan bir qurtum aldı. Yəni hekayə, eləmi? Hekayə qoşacaqsan. Mən aşağı ayaqlarıma baxırdım. Hekayə qoşmağa görə pul verirlər? Yaxşı yazırsansa, hə, dedim və əlavə etdim. Bir də naşirlər səni kəşf etsələr. Kəşf olunma ehtimalı nə qədər böyükdür? Hərdən olur, dedim. Başını tərpətdi. Yaxşı. Yaxşı yazmağı öyrəninə və kəşf olunana qədər nə edəcəksən? Necə pul qazanacaqsan? Evlənsən xanımını necə saxlayacaqsan? Mən onun gözlərinə baxmağa hələ də ürək eləmirdim. Yəqin ki, iş tapacam. Vah, vah. Belə başa düşürəm, sən bir neçə il oxuyub diplom alacaqsan, sonra isə mənim kimi fəhləlik edəcəksən. Bu işi elə indi də bu başdan görə bilərsən. Bir də bəlkə bəxtin gətirə sənin diplomun sənə kömək edə ki, naşirin səni kəşf eləsin. Baba dərindən nəfəsini dərib, çayından bir qurtum da aldı. Sonra isə həkimlik, hüquq və əsl iş haqqında nəsə deyindi. Yanaqlarım pörtmüş, özümü günahkar hiss edirdim. Atamın mədə xorası, qaralmış dırnaqları, ağrıyan biləklərinin hesabına yaşayır, hələ seçmə imtiyazı da tələb edirdim. Amma qərarlıydım. Dediyimin üstündə duracaqdım. Babaya görə daha qurbanlar vermək istəmirdim. Son dəfə onu razı salmağa çalışdığım üçün verdiyim qurban kabusuma çevrilmişdi. Baba ah çəkib, bu dəfə bir ovuc Hiltomun ağzına boşaltdı. Bəzən Forduma minib, pəncərələri açıb, saatlarla körfəzin şərqindən cənubuna, o başından bu başına, yuxarı yarımadaya və geriyə maşın sürərdim. Bizim Fremont rayonunda evləri pambıq çöpləri kimi yan-yana düzülmüş küçələrdən keçərdim. Burada heç zaman kralla görüşməmiş insanlar pəncərələrinə dəmir barmaqlıqlar salınmış nimdaş, alçaq damlı bir mərtəbəli evlərdə yaşayır, mənimki kimi köhnə maşınlar asfalt yollara yağ axıdırdı. Qrafit rəngli dəmir hasarlar həyətləri kənar gözlərdən gizlədərdi. Həyətlərin qarşısındakı baxımsız çəmənlər köhnə oyuncaq, keçəl təkərlər və etiketi cırılmış pivə şüşələrinin zibilliyinə çevrilmişdi. Ağacların kölgəsindən qaranlıq görünən parklardan gələn ağac qabığı qoxusunu içmə çəkər, örtülü ünvermağın yanından keçəndə burada eyni vaxtda 5 buzkaşı yarışına bəs edəcək yer olduğunu düşünərdim. Torinomu Los Altos təpələrindəki yuxarı məhəllələrə sürmüşdüm. Orada gümüşü şirlərin qoruduğu metalla işləmiş darvazaların arxasındakı həyətlərdə kimsəsiz qalan şəkil pəncərələ malikələrinin, mələkli fəvvarələrin olan evlərin qonşuluğunda təmizliyi göz qamaşdıran səkilərin yanından və üzərində köhnə Ford Torinolar sürülməyən yollardan keçirdim. Buradakı evlərin yanında babanın Vəzir Əkbərxan rayonundakı evi xidmətçi daxmasına bənzəyirdi. Bəzən şənbə səhərləri erkən qalxar, 17-ci şose ilə üzü cənuba doğru gedər, Fordumu Santa Cruz yolundakı dağların arası ilə keçən küləkli yolla üzü yuxarı sürərdim. Orada köhnə mayakın yanında saxlayıb günəşin çıxmasını gözlər. Maşında oturub səhər dumanının dənizdən qalxmasını seyr edərdim. Əfqanistanda okeanı ancaq kinoda görmüşdüm. Qaranlıqda Həsənin yanında oturanda dəniz havasından duz iyi gəldiyi barəsində oxuduqlarının doğru olub olmadığını düşünərdim. Həsənə deyərdim ki, bir gün biz də yosunlu örtülmüş kimsəsiz sahildə gəzəcək, ayaqlarımızı quma batırıb suyun barmaqlarımızın ucundan çəkilməsinə baxacaq.
İlk dəfə Sakit Okeanı görəndə məni ağlamaq tutmuşdu. O, uşaqlığımın kino ekranlarındakı okeanlar kimi mavi və sonsuz idi. Bəzən axşamüstü maşını əyləyib piyada körpüsü ilə üzü yuxarı çıxar, orada üzümü məhəccərə dayayıb, gözümün qarşısında şüştəyən maşınların sayrışan işıqlarına baxardım. Görmə dairəmdəki maşınların qırmızı işıqlarını saymağa çalışardım. BMW, Saab, Porsche, bu maşınları Kabildə görə bilməzdik. Orada Rus Volqası, köhnə Opel və İran istehsalı peykanlardan başqa maşın olmazdı. Bizim Amerikaya gəldiyimiz gündən 2 ilə yaxın vaxt keçmişdi və mən hələ də bu ölkənin genişliyinə, sonsuzluğuna heyrətimi cilovlaya bilmirdim. Yollar yollara, şəhərlər şəhərlərə, təpələr dağlara, dağlar təpələrə calanır. Onların da arxasında yenə şəhərlər, yenə insanlar vardı. Əslində Kabil mənim üçün Rus ordusunun Əfqanistana hücumundan, kəndlərin yandırılmasından və məktəblərin dağıdılmasından, minaların ölüm toxumu kimi torpağa səpilməsindən və üstündə daş təpələnmiş uşaq məzarlarının yan-yana düzülməsindən çox-çox əvvəl kabuslar şəhərinə çevrilmişdi. Doğuşan dodaq kabuslar şəhərinə. Amerika fərqli idi. Amerika keçmişini çoxdan yuyub aparmış çay kimi idi. Mən bu çayın içinə dala, günahlarımı onun dibinə çöktürə və axınla uzaqlara üzə bilərdim. Uzaqlara, kabusların, xatirələrin və günahların olmadığı yerə. Amerikanı qəlbimə buraxmaq üçün elə bu da bəs idi. Növbəti ilin 1984-cü ilin yayı. Mənim 21 yaşım olanda baba Buyukini satıb Kabildə dəqiq elmlərdən dərs deyən Əfqan tanışından $500 1971-ci ilin istehsalı olan əldən düşmür bir Volkswagen avtobusu aldı. Həmin axşam fısıldayan avtobus evimizə qalxan küçə ilə par-tapar buraxa üzü yuxarı gələndə qonşuların hamısı ona diqqət kəsilmişdi. Baba mühərriki söndürüb avtobusu sakitcə bizim maşının yerimizə dirədi. Oturacaqlarımıza qısılıb gözümüzdən yaş axana qədər güldük və ən başlıcası qonşuların daha biz tərəfə baxmadığını əmin olanadək avtobusda oturduq. Avtobusun paslanmış metal kəvərəsindəki pəncərə əvəzi qara zibil müşəmbələri, keçələşən təkərləri, üzüyü cırılmış oturacaqlar çox acınacaqlı görünürdü. Amma qoca müəllim babana arxayın etmişdi ki, mühərrik də, sürət ötürücü də salamatdır. Və bunların heç biri yalan değildi. Şənbə günləri baba məni günəş çıxmamış oyadar, o geyinənə qədər mən qəzetlərdə kiçik elanlar gözdən keçirərdim. Sonra biz köhnə əşyalarını satan evlərin yol xəritəsini cızardıq. İlk öncə Fremont, Union City, New York, Ark, Hayward, sonra San Jose, Milpitas, Sunnyvale və vaxt imkan versə Kempelə gedərdik. Baba termosdan qaynar çayı içə-içə avtobusu sürər, mən yolu göstərərdim. Əşyaların satışa çıxarıldığı qarajların yanında əyləyər, adamların daha istifadə etmək istəmədiyi şeyləri alardıq. Köhnə tikiş maşınlarından, təkgöz Barbie kuklalarına, ağacdan düzəlmiş tennis raketkalarından simsiz gitaralara, köhnə elektrolüks restoranlarına qədər müxtəlif əşyaları seçib götürərdik. Günortaya artıq Volkswagen'in arxası işləmiş mallarla dolu olardı. Bazar günü səhər isə biz Beriyessa'dakı San Jose bit bazarına üst tutar, orada bir yer icarələyib malımızı balaca bir gəlirlə satardıq. Məsələn, 25 sentə aldığımız qramofon balının birini $1 ya da 5-ni $4 verərdik. Əldən düşmüş Singer tikiş maşınına bir gün əvvəl $10 verdiyimiz halda yaxşı sövdələşmədən sonra $25 satmaq mümkün olurdu. Həmin yay Əfqan ailələri artıq San Jose bit bazarında tam bir hissəsini tutmuşdular. Köhnə mallar satılan hissənin hər tərəfindən Əfqan musiqisi ucalırdı. Bit bazarında Əfqanlar arasında yazılmamış davranış kodeksi də formalaşmışdı. Cərgənin o biri tərəfindəki tanışı salamlamalı, sonra onu kartof bolanisi ya da qabuli yeməyə dəvət etməliydin və söhbət başlayırdı. Həmin adamın ölmüş valideynlərinə görə ona təsəlli vermək, uşaqların ad gününü təbrik etmək və söhbət Əfqanistan və Ruslardan düşəndə ki, bu hökmən baş verirdi, başını kədərlə bulamaq da ənənəvi mərasimin bir parçası idi. Amma danışılmayan bir mövzu vardı. O da şənbə gününün məşğuliyyəti idi. Çünki bir gün əvvəl sərfəli mal satışına daha tez çatmaq üçün az qala yolunu kəsdiyin maşının
sahibi bugün bit bazarında qonşu çıxa bilərdi. Həmin cərgələrdə çaydan çox işlənən şey yəqin ki, Əfqan qeybəti idi. Bit bazarı badam külçələri ilə yaşıl çay içə-içə kimin qızının Amerikalı oğlanla qaçdığını, kimin Kabildəykən parçamik kommunist olduğunu, kimin yardım talonları ala-ala sandıqda gizlətdiyi pula ev aldığını öyrəndiyin yer idi. Çay, siyasət və qalmaqallar bit bazarında Əfqanların gündəminin əsas ingrediyentləri idi. Baba əlini döşündə çarpazlayıb Kabildən tanıdığı adamları, onların arasında nəsillər görmüş yün palto və cızılmış motosikl kaskaları satan dərs və mexaniklərlə yanaşı keçmiş səfirlər, işsiz qalan cərrahlar və universitet professorları da olurdu. Salamlamaq üçün cərgənin o başına getdiyi vaxtlarda mən piştaxtanın ardına keçərdim. 1984-cü ilin iyulunda bir bazar günü baba əşyaları yerləşdirənə qədər mən də endirimli qəhvə kioskundan 2 fincan qəhvə alıb qaydanda atamın yaşlı, ləyaqətli görünüşə malik bir kişi ilə söhbət etdiyini gördüm. Fincanları avtobusun arxasındakı Reagan'la Bush'a səs ver şüarının yanında bamperin üstünə qoydum. Əmir, deyə baba əli ilə məni yanına çağırdı. Bu, general sahib, cənab İqbal Tahiridir. Kabildə o ordenlərlə təltif olmuş general idi. Müdafiə Nazirliyində işləyirdi. Tahiri, niyə bu ad mənə bu qədər tanış gəlirdi? General getməyə alışıq olduğu ziyafətlərdə vacib adamların balaca lətifələrinə nəzakət xətrinə gülən adamlar sayağı güldü. Onun nazik gümüşü saçları hamar, gündən qaralmış alnından arxaya daralmış, sıx qaşları pambıq kimi ağarmışdı. Ondan adikalon ətri gəlir. Əynindəki boz jiletli kostyumu isə ütü görməkdən parıldayırdı. Cib saatının qızılı zənciri jiletin cibindən görünürdü. Dərin və mədəni səslə babaya lütf edirsiniz, deyib mənə çevrildi. Salam bətçim, salam mənim balam. Salam general sahib, deyib onun əlini sıxdım. Arıq əlləri ilə əlmə ilə möhkəm sıxdı ki, sanki dərinin altında metal gizlətmişdi. Əli dahi yazıcı olmaq istəyir. Baba dedi. Nədənsə onun sözləri mənə iki başlı gəldi. Kollecin 1-ci ilini bitirib, özdə bütün imtahanlardan əla qiymət alıb. Kollecin hazırlıq sinifini, deyə düzəliş verdim. Maşallah, general Tahiri dedi. Sən bizim də ölkəmizdən yazacaqsan, tarixindən yəqin ki, iqtisadiyyatından bəlkə. Mən bədii ədəbiyyatı yazıram. Deyib, Rəhim xanı mənə bağışladığı dəri üzlükü kitabçaya yazdığım ondan artıq hekayəni düşündüm. Düşündüm ki, görürsən niyə bu kişinin yanında onlara görə xəcalət hissi keçirdirdim. Hə, nağılçı olacaqsan, deyə general şərh etdi. Hər halda belə çətin vaxtlarda adamların fikrini dağıtmaq üçün hekayələrə ehtiyacları var. O, əlini babanın çiyninə qoyub yenə mənə tərəf çevrildi. Hekayələrdən söz düşmüşkən, atanla mən bir yay günü Cəlilabadda kəklik ovlamışıq. Gözəl vaxtlar idi. Yaxşı xatırlayıram, zaten ticarət işlərindəki kimi ovda da sərrast olduğunu sübut eləmişdi o gün. Baba çəkməsinin ucu ilə taxta raketkanı prezent örtüyünün üstünə itələyib, yalnız bəzi növ ticarət işlərində dedi. General Tahiri eyni zamanda həm kədərli, həm də nəzakətli bir təbəssümlə gülümsədi. Köksünü ötürdü və dostcasına babanın kürəyini yumuşaqca vurdu. Zəndəgi mizqara, həyat davam edir, deyib gözlərini mənə çevirdi. Biz Əfqanlar şişirtməyi çox sevirik, bətçim. Və mən bir çox adama axmaqcasına böyük insan deyildiyini şahidi olmuşam. Amma sənin atan bu sözə layiqliyini sübut etmiş çox nadir adamlardan biridir. Onun bu kiçik nitqi məndə əynindəki kostyumun yaratdığı təəssüratı yaratmışdı. Tez-tez istifadə olunan və süni, parıltılı. Mənə lütf edirsiniz, dedi baba. Əsla, deyə general başını buladı. Babama pərəstişini çatdırmaq üçün əlini sinəsinə sıxdı. Oğullar və qızlar atalarının keçmişindən xəbərdar olmalıdılar. Bunu deyib o üzünü mənə çevirdi. Atanı qiymətləndirirsən, bətçim? Onun əsl dəyərini anlayırsan? Bəli, general sahib, qiymətləndirirəm, deyə cavab verdim. O məni mənim balam deyə çağırmasa xoşuma gəlmirdi. O zaman təbriklər, sən artıq kişiliyinin yarı yolundasan, dedi. Sözlərində nə zarafat, nə istehza vardı. Bu sadəcə xütbəsənd bir kompliment idi. Padərcan, çayını unutmusan, gənc qadın səsi idi. İncə belli, kömür kimi qara,
Məxməri saçları parıldayan gözəl əlində açıq termos və plasmas fincan arxamızda dayanmışdı. Mən gözümü yumub açdım. Ürəyim tez-tez döyməyə başladı. Onun qalın çatma qara qaşları uçan quşların qanadları kimi ortada qovuşurdu. İncə donqarlı burnu, bəlkə də qədim Fars şahzadəsi, Şahnamədən Rüstəmin arvadı, Söhrabın anası Təxminənin burnuna bənzəyirdi. Sıx kirpiklərinin arasındakı qoz rəngli açıq qəhvəyi gözləri bir anlıq gözlərimlə görüşdü. Bir an dayandı və uçub getdi. Çox sağ ol əzizim, General Tahiri fincanı qızının əlindən aldı. Qız qayıtmaq üçün üzünü çevirəndə çənəsinin sol tərəfində yumşaq dərinin üstündə oraq şəkilli, qəhvəyi xal göründü. İki cərgə aralıda boz mikroavtobusun içinə girib termosu qoydu. Köhnə vallar və kitablar olan yeşiyə baxmaq üçün dizini qatlayıb oturanda saçları üzünün bir tərəfinə dağıldı. Qızım Süreyyacandır, General Tahiri dedi. O mövzunu dəyişməyə can atan adam kimi köks ötürüb cib saatına baxdı. Vaxtdır, malları yerbəyer eləmək lazımdır. Baba ilə o öpüşüb görüşdülər və general iki əli ilə mənim əlimi sıxdı. Gözlərimə baxa-baxa yazılarında uğurlar dedi. Açıq mavi gözlərindən nə düşündüyünü oxumaq mümkün değildi. Günün qalan hissəsini mən boz maşına baxmamaq üçün mücadilə verdim. Evə qayıdarkən yolda söhbət yadıma düşdü. Deyirdim axı, Tahiri adını əvvəl eşitmişəm. Tahirinin qızı haqqında söhbət gəzmirdimi? Deyə səsimin duyğusuz səslənməsinə çalışaraq soruşdum. Məni bilirsən, deyə baba bit bazarından çıxanların yaratdığı tıxaçı addım-addım irəliləyən avtobusun sükanı arxasından dilləndi. Söhbət qeybətə çevriləndə aradan çıxıram. Amma nəsə vardı axı, elə deyilmi? Baba mənə təbəssümlə baxıb, niyə soruşursan ki? Çiyinlərini çəkib mən də gülümsədim. Elə belə baba, doğrudan elə belə, deyə təkrar soruşdu. Cin oynayan gözlərini mənim gözlərimdən çəkmirdi. Xoşuna gəlib? Mən gözlərimi bərətdim. Baba, yaxşı da. O gülümsəyib avtobusu bit bazarından çıxartdı. Biz 680-ci şoseyə vurulduq. Bir müddət sükut içində getdik. Sonra baba sakit ağır səslə. Eşitdiyim budur ki, bir oğlan olub, amma nəsə alınmayıb. Dedi, sanki mənə qızın döş xərçəngi olduğunu deyirdi. Eşitdiyimə görə yaxşı, ləyaqətli, çalışqan və xeyirxah qızdır. Amma o vaxtdan bəri generalın qapısını heç bir xəstəqar elçi döyməyib. Bəlkə də bu ədalətli deyil, amma bir neçə günün macərası adamın bütün həyat yolunu dəyişə bilər, əmir. Həmin gecə yatağımda Süreyya Tahirinin oraq şəkilli xalını, incə burnunu, parıldayan gözlərinin mənim gözlərimlə necə görüşməsini düşündüm. Onun haqqında düşünəndə ürəyim döyünürdü. Süreyya Tahiri. Mənim bazar şəhzadəm.